Salam uşaqlar, hər vaxtınız xeyir. Uşaqlar, bu günləri sizinlə biologiyada sinir və endokrin sistemimizi keçəcəyik. Ümumiyyətlə biz bilirik ki, 10 dənə orqanlar sistemi var. Orqanlardan sistemindən də biri sinir və endokrin sistemidir. Yəni burada ümumiyyətlə siz öyrənəcəksiniz. Sadəcə burada öyrənməli mövzudur. Mən əsas izah ediləcək yerlərə keçmək istəyirəm ki, sırf bunlara nəyə diqqət edirsiniz? Baxın, burada balığın beyni verib, ən sonda insan beyni verib. Yəni demək istəyir ki, ən zəif inkişaf eləmiş olan beyin balıqdadır. Diqqətlə şəkilə də baxsaz görəcəksiniz ki, balıq daha zəifdir. Amma insan ali varlıq adlandırırıq biz bunu. Əlbəttə biz daha yaxşı inkişaf edəcəyik. Amma meymunlar da inkişaf edib. Yəni bizdən əvvəl, yəni ali heyvanlar, biz ümumiyyətlə insan ali heyvanlıq, düzdür. Amma məməli heyvanlar da onların beyni yaxşı inkişaf edib. Amma təbii ki də insanda daha yaxşı inkişaf eləmişdi bunlar. Daha sonra, indi bunu istəyək. Daha sonra keçirinə. Burada sadəcə siz öyrənməli olacaqsınız ki, məsəl üçün heyvanlarına verilib hansı sinirlərə malik olduğunu, sinir düyünü hansına aid olduğunu, soğulcanın neştərsəni, bunu 7-ci sinifdə də var. Ona görə də bu hissələri keçirəm. Gəlirik əsas məsələyə, neyrona. Baxın, bu gördüyünüz cisim neyrondur. Hər kəsin olduğu kimi, baxın, bizim də bir cismimiz var. Bir insan düşünün. İnsan nədən ibarətdir? Cisimdən. İnsanın nəyi var? Qolu, ayaqları, düzdür. Yəni siz insanı cisim kimi gördünüz. Orada qol və ayağı sanki çıxıntı kimi düşünün. Baxın, bir insandır, o insanın cismi var və onların çıxıntılar var. Hansı ki, biri qısa çıxıntı, yəni qol kimi düşünün. Biri də uzun çıxıntı, ayaq kimi düşünün. Yəni ayağımız qola nisbətən daha uzundur, bunu bilirik. Mən sizə burada loridildə izah edirəm. Yəni insanın da cismi var, onun da qol ayağını çıxıntı kimi düşünün. Qolu daha qısa çıxıntıda, ayaq daha uzundur. İndi gəlirik neyrona. Niyə bunu dedim? Neyronun da bir cismi var. Baxın, burada xətt çəkmişəm. Neyronun da cismi var. Biz orada şəkillə göstərilir cismi. Dendrit və akson. Baxın, bircə dəqiqə. Burada aksondur, bu da dendritidir. Akson, baxın, bu hissəsi uzun çıxıntıdır. Bunu mən başqa rənglə göstərim, sizə daha yaxşı aydın olsun. Baxın, bu hissə akson. Bu hissə uzun çıxıntıdır onun. Bu hissəsi isə dendrit. Qısa çıxıntıdır. Yəni bunu qol kimi düşündük, bunu da ayaq kimi düşünürük. İndi gəlirik bura. Meyling şası var. Ağ meyling şası. Nə deməkdir? Bunu mavi ilə göstəriblər burada sizə. Amma əslində o ağdır. Yəni ağ meyling şasıdır. Aksonun, məsələn, bizim ayağımız üzrəyini örtülüb üstü, dəri ilə örtülüb. Sanki elə düşünün ki, uzun çıxıntı aksonda üzəri, meyling şası ilə örtülüb. Ağ meyling şası ilə. Dendrit ümumiyyətlə dendron ağac sözündən götürülmüşdür. Amma akson elə uzun çıxıntı deyirik buna. Çıxıntı da deyə bilərsiniz, qabağıza çıxa bilər. Meyling şası da görə bilərsiniz. Yəni bu aksondan söhbət gedir. Dendrit isə qısa çıxıntıdır. Gəlirik indi bura. Baxın, bu hissədə sizə verilib nə? Baxın, burada görürsünüz, bu hissənin birləşməsi olsun. Baxın, bu hissələrin birləşməsi. Elə bu hissənin özü. Baxın, bunlar elə ki, böyük çıxıntı ilə qısa çıxıntının kəsişməsi kimi düşünün. Müəyyən bir yol düşünün. Yol həm düz istiqamətdə var, həm yan istiqamətə gedir. O hissələr kəsişir, hansı ki, uzun yolla qısa yolun kəsişməsi. Bax, elə düşünün. Yəni, adi belə, bu uzun yoldur. Bu da gəlir, burada qısa yol. Bunun bu hissəsi sinaps adlanır. Bunu sinaps götürürük. Sinaps, yəni, baxın, burada da adı var. Yəni, birləşmə. Budur. Yəni, başqa bir mənası yoxdur bunun. Gəlirik nə? İndi biz neyrondan danışdıq. Dedik ki, neyronun cismi var, çıxıntısı var. Yəni, dendrit, ya da ki, uzun çıxıntı adlandırırıq. Yəni, akson, dendrit və akson. Sinaps birləşmə hissəsidir. Nüvəsi var. Bu qədər. Bu neyronun quruluşudur. Gəlirik indi nə?
Bir var neyron, bir də var peyk hüceyrələr. Ümumiyyətlə sinir toxuması, gənclər, neyron və peyk hüceyrələrinə təşkil olunur. Burada altından xətt çəkirəm. Burada gəlirik iki əsas fərqə. Neyronla bəs peyk hüceyrələrin fərqləri nədədir desəz? Biz deyirik nə? Neyron ümumiyyətlə sayca peyk hüceyrələrinin azlıq təşkil edir. Baxın, burada da var hətta bu cümlə. Peyk hüceyrələrin sayı neyronlardan təqribən 10 dəfə çox olur. Yəni, məsəl üçün, sizə verib neyronu 5. Düzdür. Peyk hüceyrələrin sayı desə nə edəcəksiniz? 5-i vuracaqsınız ona 50. İndi tərsinə deyirəm. Sizə verir, məsələn deyirəm, peyk hüceyrəsini 120. Sizə neyronu istəsə, 120-ni böləcəksiniz ona. Yəni 12. Bu qədər. Bu bizdə adlanır peyk və neyronların birinci fərqi deyirik. Daha sonra gəlirik nəyə? Biz bunun birinci fərqini dedik. Bəs gənclər, belə bir sual düşə bilər sizə. Hansı sinir sistemində hansı əsas funksiyanı yerinə yetirir? Hansı sadəcə çoxluq təşkil edir? Sadəcə çoxluq təşkil edir dedik peyk. Düzdür? Peyki dedik sadəcə çoxluq təşkil edən. Bu çoxdur. Bəs əsas funksiyanı niyə yerinə yetirir? Neyron. Niyə? Gəlirəm indi səbəbinə. Peyk hüceyrələri neyronu qidalandırır. Onu müdafiə edir, dayağını təmin edir. Baxın, peyk nədir? Peykin çoxlu funksiyaları var. Belə düşünün. Biri müdafiə, yəni dayaq, biri qidalandırmaq üçün kimi neyronu. Elə bilin ki, peyk bir anadır. Yəni ana peykdir. Ana nə edir? Uşağını qidalandırır, onu qoruyur, nə bilim dayağını təmin edir. Düzdür? Analarımız bizi qoruyur, qidalandırır. Biz də neyronuq. Biz neyronuq. Bu uşaqdır, bu da anadır. Parental belə yadda saxladı. Peyk başlıq deyirəm, yəni yadda saxlasın. Peyki valideyn kimi düşünün, neyronu uşaq kimi düşünün. Ana uşağı qidalandırır. Peyk neyronu qidalandırır. Amma gəlirik əsas funksiya. Əsas funksiyanı neyron həyata keçirir. Peyk ona qidalandırsa da, müdafiə eləsə də, sadəcə çoxluq təşkil eləsə də, əsas funksiya neyronundur. İndi gəlirik sizlə nəyə? Biz sizlə refleks qövsü keçəcəyik. Gənclər, ümumiyyətlə belə deyim. Reflekslər iki cür olur. Sadə və mürəkkəb. Baxın, burada göstərilib. Bu gəlir, sinirlər gəlir və burada dizə vurur, düzdür? Bu dizə vuranda həmin adamın həkimə gedəndə görmüsünüz yəqin uşaq vaxtı. Dizinizə vuranda diziniz yuxarıya doğru atırdı. O ayağı yuxarıya doğru qalxmayanlarda problem var deməkdir. Amma ayağı artırsa bu normal vəziyyətdir. Biz buna sadə, baxın sadə. Sadədir də gəldi, vurdu, qalxdı. Bir də nədir? Dizə vurur. Hara vurur? Dizə. Sadə diz refleksi deyirik. Sadə diz refleksi. Xəttimə görə özürlü sayın, burada yazmaq biraz çətindir. Sadə diz refleksi deyirik. Bəs desəz mürəkkəb nədir? Baxın, düşünün ki, siz əlinizi isti bir şey toxundurdunuz. Nə olacaq? Siz özünüzdən asılı olaraq onu çəkirsiniz. Yəni düşünürsünüz ki, bu itidir. Mən bunu əlimə vurdum. Mən düşünürəm ki, mən bunu çəkməliyəm. Xeyr, siz onu düşünmədən, düşünməyə vaxtınız olmadan onu çəkirsiniz. Onun bədəninizi çəkən sizdən asılı deyil, qeyri-iradidir. O sinirlərlə əlaqəlidir, reflekslə əlaqəlidir. Reseptor oranı hiss elədi, siz anidən tez onu əlinizə çəkirsiniz. İstədiniz ki, bu istidir, olmaz. Anidən özünüz də asılı olmadan saniyə söhbəti ilə çəkirsiniz əlinizi. Baxın, bu mürəkkəbdir. Çünki belə deyək də, bizdən asılı, ümumiyyətlə reflekslər bizdən asılı olmur. Amma yəni Lordi də zəhləmək istəyirəm ki, yəni siz bilmədən bir isti şeyə toxundunuz, iti şeyə toxundunuz, əşyaya toxundunuz, anidən çəkdiniz. Bu mürəkkəbdir. Səbəbini tutam ki, bilmirsiniz. Və ya da ki, gələk nə? Hər hansı bir tutam ki, mətbəxdə çox gözəl qidanın iyisi gəlir, yemək iyisi gəlir, ağzınız sulanır. Adi bir dəqiqə alça desəm, hamımızın %90%-imizin ağzı sulanır. Yəni, adi qidanın ağız sulantısı olsun, ya askırmamız olsun. Baxın, bunlar mürəkkəbdir.
Amma bir dənə sizə sadə diz refleksidir ki, bu sadə refleksdir. Başqa sadə refleksin adı çəkilmir bizə. Sadəcə diz refleksi. Toplu suallarında da var. İndi gəlirik nəyə? Refleks qövsünə. Baxın, bizim burada refleks qövsünü şəkildə də verib. Çox da gözəl verib. Burada da izahlı formada yazır. Bizim ümumiyyətlə gənclər, mən sizə neyronlardan danışmaq istəyirəm. 3 cürə neyronumuz var. Hissi neyron, hərəki neyron, bir də ara neyron. Baxın, çox uşaqlar qarışdırır sinirlə. Hissi sinir, hərəki sinir deyirlər. Xeyr, neyron ayrıdır, sinir ayrıdır. Düzdür, deyə bilərik ki, hissi sinir, hissi neyrondan təşkil olunur. Hərəki sinir, hərəki neyrondan təşkil olunur. Bunu deyə bilərsiniz. Amma siz hissi neyronu, hissi sinirlə birləşdirə bilməzsiniz. Neyron ayrıdır, sinir ayrıdır. Dedik, hissi sinirimiz var, hərəki sinirimiz var. Baxın, belə deyək də, indi mən burada baxın, bir adam çəkək. Məsəl üçün, indi bu adamımız olsun. Gözləri də olsun. 80. Aha, bu adam. Bunun da qolları var, düzdür. Bu tutalım ki, qollar bu bir qoludur, bu da sağ qoludur. Başa doğru gətirməmin səbəbini izah edəcəm. Bu da ayaqları olsun. Baxın gənclər, biz burada baş hissə nədir? Əsas baş hissə. Biz bunu adlandırırıq mərkəzi sinir sisteminin bir hissəsi. Bir hissəsi. Mərkəzi sinir sistemi, başımız mərkəzi sinir sistemidir. Demək, bu oldu, getdi. Oldu mərkəzi sinir sistemi. Qollarımızın biri olur burada nə? Hissi sinir. Hissi. Bu da olur hərəki. Baxın, nə demək istəyirəm indi? Başımız mərkəzi, düzdür. Sizin sağ, daha doğrusu sol qolunuz oldu nə? Hissi. Düzdür. Sağ qolunuz nə oldu? Hərəki. Siz tərəfdən deyirəm. Mən tərəfdən sağ hissidir, sol hərəkidir. Amma siz tərəfdən izahlayıram ki, daha yaxşı olsun. İndi siz başınızı, bir qolunuzu başınızın düz üstünə gətirirsiniz. Baxın, bu şəkildəki kimi. Bu, yəni hissi sinir gəlir mərkəzə. Bəs hardan gəlir? Baxın, adından da məlum olduğu kimi hiss edir. Nəyi hiss edəcək? Duyğunu. Siz nəyi hiss edirsiniz? Kimisə pis olmasını, kimisə yaxşı olmasını, sevincli, kədər. Siz yəni bunu hiss edirsiniz. Onun duyğusunu, emosiyalarını hiss edirsiniz. Yəni hissi duyğu orqanlarından, duyğu orqanları, yəni duyğu orqanları adlandığımız bütün orqanlarımız deyil. Duyğu orqanları nə edəcək? Hiss edəcək. Hara gələcək bəs? Mərkəzi sinir sisteminə, başa. Bəs hərəki nə edəcək? Adından məlum olduğu kimi hərəkətə gətirəcək. Nəyi? İşçi orqanları. Hərəki də deməli dedik axı burada mərkəzi sinir sistemindən gəlir işçi orqanlara. İşçi orqanlar əzələlərimizdir. İndi gəlin ümumiləşdirsək. Hər ikisi də mərkəzdən, biri mərkəzə gəlir, biri mərkəzdən çıxır. Mərkəzə gələn hissi sinirdir. Mərkəzdən çıxan hərəki sinirdir. Hər ikisi də biri orqanla gətirilir, biri də orqana aparır. Hissi duyğu orqanlarından hiss edib gətirir mərkəzə. Hərəki mərkəzdən işçi orqan aparır. Aydın oldu nə demək istədim? Yəni hər ikisi orqana əlaqəlidir, hər ikisi mərkəzi sinir sisteminə aiddir. Biri hissi sinir dediyimiz şeyə aiddir, yəni duyğu orqanlarıdır, mərkəzi gətirən. Hərəki isə işçi orqanlara gətirir, bu da elə mərkəzi sinir sistemindən çıxarır. Ara neyronda ümumiyyətlə bunlar arasında əlaqə qurur. Belə deyim də, indi gəlin bir dənə mən bunu silim, mən sizə izah edəcəm. Bu aydın oldu. Hissi hərəki. İndi baxın, mənim dediklərimi burada refleks qövsündə yazıblar.
Deməli, birinci, bunu demədim. Niyə burada reseptorlar yazıblar gənclər? Çünki bizdə duyğu orqanlarında nə yerləşir? Reseptorlar. Nə üçün? Hiss eləmək üçün. Sizdə məsələn duyğu orqanlarınızda reseptor çoxdur. Bəs belə deyək də, hissi sinir hardan bildi ki, bu belə deyim də, orada duyğu orqanlarında hər hansı bir dəyişikliyi var. Bunu hardan biləcək? Reseptorlar sayəsində. Reseptorlar onu hiss edir. İndi gəl dedik. Birinci reseptor, yəni duyğu orqanlarında yerləşən reseptor. Hissi yol, mərkəzi sinir sistemin bir hissəsi, hərəki yol, işçi orqan. Bu ümumilikdə, baxın, bu hissə ümumilikdə adlanır refleks qövsü. Ümumilikdə adlandırdıq bunu refleks qövsü. İndi bir də deyirik. Mən dediyim kimi, baxın, dedik, duyğu orqanları, hissi yol, mərkəzi sinir sisteminin bir hissəsi, hərəki yol, işçi orqan. Yəni, reseptor, hissi yol, gəlir axı hiss edərək mərkəzə, mərkəzdən hərəkiyə, hərəkidən də işçi orqana. Bu ardıcılığı çalışın yaxşı yadda saxlayın. Gəlirik indi nəyə? Sizə mürəkkəb refleksləri izah elədim. Bir dənə burada. Burada gənclər, ağ maddə bayaq dedim, miyelin qişası, düzdür. Yəni, hissi və hərəki neyronların aksonları, baxın, hissinin də aksonu var, hərəkinin də aksonu var. Hissinin də cismi var, hərəkinin də cismi var. Hissinin də dendriti var, hərəkinin də dendriti var. Niyə? Çünki onların özü də neyrondur. Biz sadəcə burada, bu hissədə bir neyronun quruluşundan danışdıq. Bu, tutalım ki, sizin bir dənə qardaşınız var, bir də sizsiz, düzdür? Qardaşınızın da ayağı, qolu, cismi var, sizin də ayağınız, qolunuz, cismi var. Hər ikiniz də uşaqsınız. Yəni, biz hər ikinizə neyron deyirik. Yəni, biz ümumiyyətlə biologiyada hissi olsun, hərək olsun, ara olsun, biz bunlar neyron deyirik və hamısında cismi, aksonu və qısa sıxıntıları var, dendritləri var. İndi bəs desəz ki, ağ maddəni nə əmələ gətirir? Sinir sisteminin ağ maddəsini miyelin qişası, baxın, miyelin qişası, bayaq dedim sizə, miyelin qişası, ağ miyelin qişası, ona görə deyirdim. Bu, bəs nəyin, belə deyək də, aksonları birləşərək miyelin qişasını əmələ gətirir? Hissi ilə hərəki neyronun aksonları. Ara neyron demirik, səbəbini deyəcəm. Hissi və hərəki neyronun aksonları birləşdi, miyelin qişası, yəni sinir sisteminin ağ maddəsini əmələ gətirdi. Gəlirik, bəs ümumiyyətlə, boz maddəni əmələ gətirəcək. Boz maddəni yenə hissi, hərəki neyronların cismi və dendriti. Baxın, neyronun cismi var idi, düzdür. Dendriti var idi. Bir də nə vardı? Aksonu var idi. Bu akson sırf uzun çıxıntı görəndə birinci bunlar sadəcə nə əmələ gətirəcək? Ümumiyyətlə əmələ gətirəcək ağ maddəni. Ona görə bu olmur. Amma cisimlə dendrit boz maddəni əmələ gətirəcək. İndi dedik. Akson əmələ gətirir ağ maddəni, cisimdən də dendrit əmələ gətirir boz maddəni. Burada da onu vurğulayıb. Hissi hərəki neyronların cisimləri və dendritləri. Demişdim bayaq ki, ara neyron demirik. Niyə? Ara neyronun özü, ümumiyyətlə, özü deyəndə cismi, dendriti və aksonu. Bu aranın da düzdür. Hamısında da olduğu kimi arada da var bu. Bunlar ümumilikdə boz maddəni əmələ gətirir. İndi sizə sual versələr, ağ maddəni nə əmələ gətirir? Hissi hərəkinin aksonu deyirsiniz, bu bir. Bəs boz maddəni nə əmələ gətirir? Hissi hərəkinin nəyə qalmışdı, aksonu getmişdisə? Cismi, dendriti. Ara neyron ümumiyyətlə adını çəkmədik deyə, ara neyronda ümumilikdə hamısı cismi, dendriti əmələ gətirir. Nəyi? Boz maddəni. Da belə. Bunu sizə dedim. İndi gəlirik əsas məsələ. Mərkəzi sinir sistemi. Baxın, burada bayaq sizə dediyim elə ağ maddə, boz maddə, bu da beyində var. Biz burada nəyə diqqət edirsiniz? Bizə dəqiqə. Yəni, altına xaç çəkim ki sizə. Xarici qatı ağ maddə,
Daxili qatı boz maddə. Baxın, bu kəpənək formalı var ha. Bu kəpənək formalı yığın ümumiyyətlə biz bunu daxili qat adlandırırıq. Onurğa beyninin. Onurğa beyninin daxili qatı var, bir də xarici qatı var. Ümumiyyətlə gənclər, mərkəzi sinir sistemi iki hissədən ibarətdir. Onurğa beyni, baş beyin. Onurğa beyninin daxili qatı adlandırdıq nə? Kəpənək formalı boz maddə. Yəni boz maddədəndir. Baxın, boz rəngdir. Amma xarici qatı isə ağ maddədən təşkil olunub. Bunun daxili qatı boz maddədir, xarici qatı isə ağ maddədən təşkil olunub. Bunun içərisində isə boz maddənin onurğa beyninin kanalı yerləşir. Onurğa beyni kanalı, baxın burada, onurğa beyni kanalı. Bunun içərisində yerləşir. Baxın, istiqamət burada oxudu. Yaxşı çəksə. Onurğa beyni kanalı da burada yerləşir. İndi gəlir nə? Uşaqlar, ümumiyyətlə onurğa beyni bu hissələri yadda saxlayın. Bunlar ümumiyyətlə əzbərləməli olduğunuz mövzulardır. Ötürücü və reflektor funksiya daşıyır. Sizdən soruşlar, hansı beyindir ki, həm ötürücü, həm də reflektor funksiya daşıyır. Tezliklə onu onurğa beyni götürürsünüz. Amma uşaqlar, belə deyim də, ümumiyyətlə, hər hansı bir tutalım ki, müəllim baş beyində düzdür, idarə edir sinifi. Onurğa beyni nədir? Şagirdlər. Hər ikisi də əsas funksiyanı yerinə yetirir. Biri tutam öyrədir, biri öyrənir və s. Amma tutam ki, siz dərs zamanı marketə getmək istəyirsiniz, ya bufetə düşmək istəyirsiniz, düzdür? Müəllimədən icazə almalısınız. Müəllimə sizə onun nəticəsinə deyəcək ki, hə, uşaqlar, düşə bilərsiniz, yox, olmaz. Yəni, demək istədiyim şey odur ki, siz onurğa beyni idiniz axı. Baş beyində müəllim idi. Siz hər hansı bir hadisəni, hər hansı bir şey baş verməsi üçün müəllimədən icazə almalısınız. Yəni, o baş beyin onurğa beyninə əmrlər göndərir. Deyir ki, get bunu həll elə, məsəl üçün, get bufetə düş, get nə bilim, uşaqları çağır, müəllimi çağır, jurnalı gətir, məsələn, deyirəm, loru dildə izah edirəm. Yəni, baş beyin onurğa beyninə əmrlər göndərir. Onurğa beyninin bütün fəaliyyətləri deyə bilər ki, baş beynin nəzarəti altında baş verir. Baxın, hətta burada qeyd olunub. Onurğa beynin əksər refleksləri baş beynin nəzarəti altında keçirilir. Onurğa beyninin ümumiyyətlə sadə diz refleksi kimi deyil olsa da, diz refleksi kimi sadə olsa da, baş beynin nəzarəti altında həyata keçirilir. Bunu qeyd elədik. Gənclər, burada çox uşağın çaşdığı bir sual var. Mən sizə sual verim. İstəsəz onu şərhlərdə yazın. Biz birinci deyirik ki, onurğa beynindən 31 cüt qarışıq sinir çıxır. Düzdür. Baş beynindən də 12 cüt kəllə beyin sinir çıxır. Yəni, baş beynindən 24 ədəd, onurğa beynindən də 62 ədəd sinir çıxır. Şöyle sayın. İndi mən sizə deyirəm. Onurğa beynindən neçə növ sinir çıxır? Sualı bir də təkrarlayıram. Onurğa beynindən neçə növ sinir çıxır? Siz bunu zəhmət olmasa şərhlərdə yazarsınız. Mən ona uyğun gələn dərs bunun cavabını deyəcəm sizə. Deməli, onurğa beyni dediyi 62 ədəd, 31 cüt, baş beyində 12 cüt, yəni 24 ədəd sinir çıxır. Gəldik nəyə? Ümumiyyətlə beyin. Yəni, burada sırf artıq öyrənməli olacaqsınız. Belə bir sual düşə bilər. Qoxu mərkəzi harada yerləşir? Çox uşaq götürür ara beyin. Amma cavab nədir? Səhvdir. Ara beyində nə deyir sizə? Baxın, ara beyində deyir ki, qoxudan başqa, yəni burada qoxu yoxdur, qoxudan başqa bütün hissi impulslar ara beynindən keçir. Qoxudan başqa bütün hissi impulslar, baxın bura ara beyindən keçir. Bura aiddir, yeriyir, qaçır, üzür və s. Ən əsas yadda saxlayırsınız bu üçünü. Temperatur,
maddə mübadiləsi, bir çox emosiyalar. Maddə mübadiləsi nə idi bilirdik dərhal. Tənəffüs, ifrazat, qidalanma. Baxın, ifrazatla qidalanma bir-birinin əksi kimi düşünürük. Bir dənə də əlavə plus yanına nə aid edirik? Tənəffüsü. İndi gəldik nəyə? Orta beyin. Orta beyində gənclər diqqət edirik nəyə? İşıq və səs qıcıqlarına qarşı səmt refleks. Baxın, biz 9-da keçəcəyik sizlə. Şərtli və şərtsiz reflekslər. Məsəl üçün, siz tutalım ki, yemək yeyirsiniz, düzdür. Yeməyin çox gözəl iyisi gəlir, ağzı sulanmağa başlayır. Anidən bir partlayış baş verir. Sönüb refleks olaraq çönürsünüz, hara partlayış olan yerə, məsəl üçün sağ tərəfə. Çöndünüz, ona görə oradakı qidanı ümumiyyətlə yaddan çıxarsınız və ağız sulantısı dayanır sizdə. Bu da yəni ümumiyyətlə işığa və səsə qarşı, işıq ya da ki, hər hansı bir səsə qarşı cavab reaksiyası. Bu yəni orta beyindir. Orta beyin daha çox düşür uşaqlar. Nəysə, daha az deyil, daha çox sağlar. Gəlirik beyinciyə. Beyinci nə qarır? Onurğa beynindən bir də uzunsov beyni. Bax, çox uşaq bunu onurğa beynini bura edir. Onurğa beyni baş beynin tərkib hissəsi deyil. Baxın, dedim, mərkəzi sinir sistemi. Düzdür, bölünürdü iki yerə. Onurğa beyninə, bir də ki, baş beyninə. Baş beyin ayrıdır, onurğa beyni ayrıdır. Nə olsun ki, baş beyin, onurğa beyni, baş beyin nəzarət altında hərəkət edir. Əksər funksiyaları. Amma bu ayrıdır, o ayrıdır. Məsəl üçün, siz tutalım ki, bacınızla bir yaşayırsınız, ya qardaşınızla bir yaşayırsınız, sizdən böyükdür. Siz hansı bir tutalım ki, bir məsləhət almaq istəyirsiniz. Bura gedim, yəni bura necə yerdir, bu təhsil necədir? Bunun haqqında məsləhət alırsınız, düzdür. Yəni bir şey eləmədən əvvəl o sizə məsləhət verir. Onun nəzarət altında eləyirsiniz. Hə, bu günləri get, bu saatda gəl və s. düzdür. Onun nəzarət altında eləyirsiniz. Valideyn olsun, o bu sizdən böyük biriləri olsun. Amma bu o deməkdir ki, siz ümumiyyətlə onun tərkib hissəsisiniz. Xeyr, siz ayrısınız, o ayrıdır. Amma bir çox işiniz onun, belə deyək də, əlinin altından keçir. Belə formatda deyim. Nə demək istədim, yəqin ki, aydın oldu sizə. Beyincikdə dedik nə? Onurğa beynindən və uzunsov beynindən məlumatı aldı. Əsas funksiyalar iradə hərəkətlərdir, müvazinətdir və s. Bir də nəzər tutalım ki, kimsə avtomobil qəzası keçirdir, ya başı yerə dəyir anidən. Bu zaman o xəstəxanaya qaldırılır, sonra görülür ki, nə? Bu insan hərəkət edə bilmir. Bu bəs nəyə səbəbdir? Niyə hərəkət edə bilmir? Yaxşı, ümumiyyətlə ya heç hərəkət edə bilmirlər, ya da ki, çox zəif hərəkət edirlər. Yəni, bir hissələri hərəkət edir, fərcdir, bir hissələri ümumiyyətlə hərəkət eləmir, hansı ki, o fərci adlandırdığımız. Yəni, bunun səbəb beyinciyi pozulub. Onun başa deyəndə ümumiyyətlə baş beyin, yəni beyinciyi var, uzunsov beyni var, orta beyni var. Hansı hissəsi zədələnirsə o hissənin də funksiyası pozulur. Uzunsov beyində diqqət edirsiniz 3 əsas belə deyək də ada. Həzm, tənəffüs, qan damar. Həzm, tənəffüs, qan damar. Bu üçü uzunsov beyindədir. Bundan əlavə udma, askırma, öskürmə və s. bura aiddir, amma əsas uzunsov beyində həzm, tənəffüs, qan damara aid edirsiniz. Gəlirik beyin körpüsünə. Beyin körpüsündə gənclər çeynəmə və mimiki hərəkətlərdir. Göz almasını hərəkət etdirən əzəllərdir. Əlavə məlumat kimi deyim, göz almasını hərəkət etdirən əzəllər 6 ədəddir. Qədim kitablarda yazılmışdı bu. İstəsəz yazıda saxlaya bilərsiniz, amma sizdə o qədər də ehtiyac yoxdur. Beyin körpüsünü bəzən də bunun varol körpüsü deyirik. Gənclər, diqqət edin nəyə burada? Onurğa beyni, uzunsov beyin, beyincik. Bu üçü onurğa, uzunsov, beyincik. Bu üçü ümumiyyətlə əmələ gətirir beyin körpüsünü. Deməli, varol körpüsü ya da beyin körpüsünü nə əmələ gətirir? Deyəcəksiniz tez. Onurğa beyni, uzunsov beyin və beyincik. Bu üçü əmələ gətirir beyin körpüsünü, yəni varol körpüsünü. İndi gəlirik nə? Baş beyin yamçıları. Baş beyin yamçılarında uşaqları çoxlu qırışlar var, şırımlar var. Hansı ki burada, bir dəqiqə, şəkillə elə göstərək.
Hansı ki burada qeyd olunub mərkəzi şırım, yan şırım var. Gördüyünüz kimi istiqamətləri də göstərilib. Gəncə burada bir var pay, bir də var nahiyə. Toplu halında var. Hansı paylarda, hansı nahiyələrdə? Uşaqlar variantlarda məsələn verilib. Təpə payı, alın payı, gicgah payı görmə. Uşaq tez onu götürür. Niyə onu götürürsünüz? Axıra qədər oxuyun. Paylar 4 ədəddir. Baxın 4 dənə. Alın payı, təpə payı, gicgah payı, ənsə payı. Sizə ənsəb, bunlar paylardır, düzdür.